Deməli, bugünkü mövzumuz Atropatena dövləti. Atropatena dövləti eramızdan əvvəl 323-cü ildə Makedoniyalı İskəndərin ölümündən sonra yaranmışdır. Müstəqil olmaq isə 321-ci ildir. Yəni Atropat İskəndərin sərkərdə oturan Perdikinlə belə qohumlu münasibətlər qurandan sonra Atropatena tam müstəqil olur. Aydındır. Deməli, Atropatena dövlətinin banisi Atropat, hökümdarları deməli Atropat, Artabazan, Artabaz, Ariobarzan və Ariobask. Atropatena dövlətin paytaxtı. Deməli, paytaxtı olmuş şəhər haradır? Qazaka. Qazaka harada yerləşir? Urmiya gölünün cənub şərqində. Urmiya gölü. Qazakanın ərazisi bax buradır. Qazaka həm Atropatena dövlətinin paytaxtı, həm də dini siyasi mərkəzidir. Yəni Zərdüştlüyün mərkəzi. Aydındır. Sonra Atropatenanın şəhərləri. Hansı şəhərləri var? Qazaka, Fraspa, Fanaspa, Agnazana. Atropatena yaşayan tayfalar. Hansı tayfalar var idi burada? Kaspilər, Kadusilər, Kaspi, Kadusi, Maglar, Müqlər və s. Bunlar Atropatena yaşayan tayfalardır. İndi Atropatena dövlətinin hökümdarları haqqında məlumat. İlk hökümdar deməli kim idi? Atropat. Eramızda 323-cü ildə Makedon İskəndər imperiyası 3 yerə parçalanır. Makedon İskəndər imperiyası parçalansa da Atropatena öz müstəqilliyi eləyib, bərpa edir, yaradır dövləti. Aydındır. Və Atropatın hakimiyyətə gəlməsi ilə Atropatlər sülaləsinin hakimiyyəti başlayır. Atropatdan başlayır Ariobasta qədər. Yəni eramızda 323-dən başlayaraq eramızda 20-ci ilə qədər davam edir. Aydındır. İkinci hökümdar Artabazandır. Polibinin məlumatına görə Artabazan ən qüdrətli hökümdar olur. Bunun dövründə ərazi Pont, Qara dənizə qədər genişlənmə, eramızdan və 3-cü əsrdə Selevklərdən asılı vəziyyətə düşməsi, yəni eramızdan əvvəl 223-cü ildən 190-cı ilə qədər bu dönəmlərdə, bu dövrlərdə hakimiyyətə Artabazan olub və Atropat kimdən asılı vəziyyətə düşür? Selevklərdən. Aydındır. Və 190-cı il Magneziya döyüşü baş verəcək. Roma ilə kim arasında? Selevklər. Selevklər parçalanır, Atropatena üçün nəticəsində olur. Atropatena yenidən müstəqil olur. Aydındır. İlk dəfə müstəqilliyi nə vaxtdır? 323. Bəs yenidən müstəqil olmasına vaxtı 190 Magneziya döyüşündə. Deməli, eramızdan əvvəl 190-cı il Magneziya döyüşü baş verir. Deməli, kimlə? Roma ilə. Bunu yadda saxlamaq belə deyil. Bəzən də ki, Roma imperiyası Magneziya döyüşündə qalib gəldi. Və yaxud da Selevik Roma imperiyasına məğlub oldu. Xeyr, Roma burada, 2-ci Roma mövzusunda, burada respublika idi. Aydındır. Burada da kim? Selevik. Roma Respublikası Pilus, deməli, Seleviklər Binus. Və Atropatena yenidən nə olur? Müstəqil olur. Yadda qalar. Sonra, deməli, sonra gəlir kim? Artabaz. Deməli, eramızda 20-ci ilə qədər hakimiyyətdə olub. Düzdür. Romanın Asiyada əsas dayağı idi. Eramızdan 36-cı il Fraspa döyüşündə
Roma Respublikasını Roma qoşunlarını məğlub edir və Roma qoşunlarını məğlub edəndən sonra xalqa Roma bayraqlarını nümayiş etdirir. Bundan sonra xalq bundan belə də qəzəblənir, narahat olur. Və bundan sonra hakimiyyətə Ariobarzan gəlir. Aydındır? Ariobarzan hakimiyyət dövründə. Ariobarzan hakimiyyətə gəlməsində Oktavian Avqust kömək etmişdi. Kiçik Asiyada, indiki Türkiyə ərazisində ermənilər üzərində himayədarlıq buna tapşırılmışdı. Aydındır? Sonra, deməli, eramızın Atropatilərin sonuncu hökmdarı kimdir? Ariobast. Eramızın 20-ci ilində Ariobast ölür. Ariobastın ölümü ilə, deməli, eramızın 20-ci ilindən ta 224-cü ilə qədər Atropatena Parfiyanın Arşakilər sülaləsi hakimiyyəti altına düşür. 224-cü ildə Ərdəşir Babəkan, deməli, 224-cü ildə Ərdəşir Babəkan Parfiyaya son qoyandan sonra Atropatena müstəqil qazanmaq istəyir, ona imkan vermir. 227-ci ildə artıq Atropatena da işğal etmiş olur. Yəni, Sasanilər. Aydındır? Sonra, deməli, gələk indi digər döyüşlərə. Eramızdan əvvəl, deməli, 53-cü il, Karla döyüşü. Karla hansı ərazidir? İndiki belə deyək, Mesopotamiyanın şimal-qərbi. Belə deyək, Türkiyənin cənubu, indiki belə deyək, İraq ərazisi. Türkiyə ilə arasındakı ərazidir. Karla döyüşü. Eramızdan əvvəl 53-cü illər baş verib. Deməli, kimlə kim arasında? Roma ilə Parfiya arasında. Parfiyanın da müttəfiqi kim idi? Atropatena. 53-cü Karla döyüşündə Roma yenə Respublikadır. Həmin Karla döyüşündə müttəfiqlər qalib gəlir. Roma Respublikası nedir? Məğlub olur. 53-cü il Karla döyüşündə Parfiya, Atropatena müttəfiqləri Roma qalib gələndən sonra Parfiya öz müttəfiqi Atropatena'da tam işğal eləmək istəyir. Aydındır? Bu zaman Atropatena kimə meyil edəcək, kimlə ittifaq olacaq? Roma ilə. Eramızdan əvvəl 38-ci il Hindar döyüşü baş verəcək. Hindar döyüşü. Həmin Hindar döyüşündə Parfiyanın məqsədi nə idi? Romanı ön Asiyadan çıxarmaq. Ön Asiyada belə zəhirlər hansı ölkələrdir? Yəni Ərəb ölkələri, İraq, Səudi Ərəbistan, Yəmən və s. Deməli, Hindar döyüşündə Roma yenə Respublikadır və Atropatena. Burada isə nə? Parfiya. Düzdür? Parfiya buradan məğlub olacaq, bunlar qalib gələcək. Həmin döyüşdə, yəni Hindar döyüşündə Parfiyanın məqsədi nə idi? Dedik, Parfiyanın məqsədi Romanı ön Asiyadan çıxarmaq. Düzdür? Roma Respublikasını ön Asiyadan çıxarmaq. Amma çıxara bilir, bilmir. Niyə? Çünki məğlub olur burada. Aydındır? Eramızdan əvvəl 36-cı il Frasla döyüşü. Deməli, bir də yadda qalsın, belə deyirlər, Atropatena eramızdan əvvəl 1-ci əsrdə əvvəlləri, hatta ortalarına qədər belə deyirlər, Roma Atropatenanı işğal etsə də, Atropatena tam olaraq Romada asıl vəziyyətdə deyil. Yəni, öz müstəqilliyini qoruyub saxlamışdır. Bu cümləni yadda saxlayın. Deməli, Frasla döyüşü Roma Respublikası. Düzdür? Kim arasında? Atropatena arasında. Atropatena. Bu zaman qalib gələn kimdir? Atropatena. Roma nə deyir? Məğlub olur. Aydındır? Ümumiyyətlə, Romanın
Xəzər sahillərində yürüşləri biz Albaniya mövzusunda da keçəcəyik. Romanın belə deyil, Azərbaycanla bağlı siyasəti nədən ibarət idi? Yəni onun işğalçılıq siyasəti mahiyyətindən iki dənə əsas siyasəti var idi. Bir, Hindistana gedən dəniz yolu, ticarət yolundan nəzarət etmək. Bir, iki, nədir? Xəzər ətrafı, Xəzər sahilləri və əraziləri nə eləmək? Möhkəmlənmək. Aydındır, biz Albaniya mövzusunda da keçəcəyik. Həmin Albaniyada iki dənə döyüş olur. Çünki döyüşü qanat döyüş, almışaqlar 15-ci döyüşdür. Həmin o iki döyüşün ikisində də Roma qalib gəlsə də, amma Xəzər sahilinə niyyətinə çata bilməyəcək. Aydındır, yəni Albanlar öz belə deyilən mövqelərində geri çəkilmirlər, məğlub olsalar da. Yadda qalar. Sonra, deməli, eramızın 20-ci ili Aryovastın ölümü, Atropatena, deməli, Atropatenanın Parfiya işğal etməsi. Parfiya işğal etməsi. Aydındır, eramızın 20-ci ildir. Eramızın 20-ci ilindən dedik, 224-cü ilə qədər Atropatena kimin işğalında qalacaq? Parfiyanın. Yadda qalar? Yaxşı. Sonra 1-3-cü əsrlər. 1-3-cü əsrlər. Həm Atropatena, həm Albaniya hücuma məruz qalır. Kimlərin hücumuna məruz qalır? Alan tayfalarının. Alanların. Düzdür? Alanlar harada yürüş eləmişdir? Dərbə keçidi vasitəsilə. Aydındır, şimaldan. Alanların bəs məqsədi nə idi? Məqsədi qənimət əldə eləmək. Aydındır. Amma 72-74-cü illərdə alanların ən böyük yürüşüdür. Sabah imtihanda sənə ən böyük yürüş desə, 72-74, yox, ümumi yürüş istəsə, onda nə vaxtdır? 1-3-cü əsrlər. Aydındır. Və 2-3-cü əsrlərdə, bizim eramızın 2-3-cü əsrlərində, deməli, 2-3-cü əsrlərdə Romada olduğu kimi Atropatenada quldarlıq tənəzzülə uğrayırdı. Aydındır. Yəni, quldarlıq təsərrüfatı sona çatma üzrəydi. Aydındır. Deməli, quldarlığın tənəzzülü, yəni süqutun. Atropatena dini Zərdüştlük idi, düzdür, mərkəzi Qazaka şəhəri idi. Zərdüştlük üçün belə deyək, müqəddəs kitab Avesta idi. Onu ilk dəfə belə deyək, Anketer de Porron, fransız belə deyək, alimi deyək, şəxsi deyək, Avropaya tanış eləmişdir 1771-ci ildə. Aydındır, deməli, sonra Atropatenada maldarlıq, əkinçilik, sənətkarlıq, əhalinin əsas başqa sahələri idi. Aydındır, hətta Atropatenada belə deyilər, Atropatena atlarını Çində səma atları kimi də adlandırırlar. Hətta qalar, mövzumuz Atropatena bura qədər.